Werther sindromu. Aha, görək bu nədir? 18-ci əsrin dahisi Hötenin Gənc Werterin İstirabları romanı əsərin qəhrəmanı Werterin intiharı ilə sona çatır. Bu əsər geniş yayıldıqdan sonra Avropada intiharların sayı çoxaldı. O mənim kimi gəncdir, intihar edirsə, mən də edirəm. Ona görə gündə müsahibə veririk saytlara, pis xəbərləri tirajlamayın. Azərbaycanda 50% boşanma olub. Şad xəbər verir cəmaata. Boşanmadır, intihardır, bıçaqlanmadır, cinayətdir. Bu xəbərləri geniş yaymaq olmaz. Bunun fəsadı çox olur. Kaliforniya Universitetinin professoru Phillips 1947-60-cı illərdə Amerikadakı intiharları araşdırdı və məlum oldu ki, mətbuatda hər intihar xəbərindən sonra Amerikada ortalama intihar halı 58 nəfər artıb. Buna Werther sindromu adı verildi. Niyə? Mənim kimi adamlar edirsə, mən də edirəm. Qanunu burada işləyir. Social proof qanunu. Mənim kimi dərdli birisi edirsə, mən də edirəm, olmaz. Buna bir müsbət misal çəkim. Xüsusilə pandemiya dövründə bəzi tanınmış adamlar ehtiyaclı ailələrə yardım aparırdılar. Bunu da çəkib paylaşırdılar. Bəziləri irad tuturdu ki, sağ əlin verdiyini sol əl bilməməlidir, sən özünü göstərirsən, deyirəm, yox, qəşəngdir. Bu həmən social proof məsələsi. Adam yaxşı iş görür, yayır, qoy onun kimilər də baxsın, ibrət götürsün. Qəşəng sözləri, qəşəng fikirləri yaymaq lazımdır.